Hamınıza salamlar dostlar. Mən Qasım. Bu günlər sizlərlə birlikdə yepyeni bir videoda qarşınızdayım uşaqlar. Bu günlər sizlərlə birlikdə UFC 5 oynayacağıq. Daha doğrusu UFC 10 Yama, daha doğrusu UFC 2010 Yama UFC 5 oynayacağıq. Dostlar, keçən videomuzda FIFA Street oynamışdıq və orada belirli eləmişdim ki, əgər gələn videoya 15 like gəlsə, mən qurulum və yüklənmə videosunu paylaşacağam. FIFA Street'in yüklənməsi və qurulması oyununu, daha doğrusu videosunu paylaşacağım və bu videoya da əgər 20 like gəlsə, UFC 5'in qurulumunu və yüklənməsini sizlərlə paylaşacağım, sizlərə sunacağım. Dostlar, bu günləri UFC 5 oynayacağıq. İlk dəfə oynamayacağıq təbii ki də. Mənim hətta öz karyeram belə var bu oyunda. Quseyn karyerası. Lakin bu günləri sizlərə oyunu biraz tanıdacağım. Oyun haqqında biraz məlumat verəcəm. Oyunda bir-iki oyun oynayacağım və belə deyim, yəni sizi oyuna cəzb edəcəm, sizə oyunu öyrədəcəm. Ondan sonra qurulum videosunu paylaşacağım. Kim yükləmək istəsə girib yükləyə bilər dostlar. O zaman sözü çox uzatmayaq dostlar. Siz like atıb kanalıma abunə olarkən mən də oyuna daxil olum. Gördüyünüz kimi burada doku dəyişdirmə paketi etkinləşdirdi yazılır. Bağları belə keçsəniz X press save data yes. İlk öncə sizə biraz oyun haqqında danışım. Baxın, burada oyunda gördüyünüz Expedition'da gəlib istədiyiniz karakteri seçib, istədiyiniz rəqibi seçib oynaya bilirsiniz. Bir oyun oynaya bilirsiniz. Lakin bir oyun. Adult modda dostlar bizə bir yerdə oynaya bilirsiniz. Create Fighter'da yeni bir dövüşçü yaradıb, onun üzünü, saçını, ona tato qoyub, onun gücünü düzəldib karyera modunda oynada bilirsiniz. Tutorialda oyunu biraz sizə öyrədir. Daha doğrusu oyunu biraz yox, daha doğrusu öyrədir. Game mod oyunun ən maraqlı və ən belə deyim, önəmli yeri game modu. Title modda bir karakter seçib oyunla, yəni axıra qədər döyüşə bilirsiniz. Əgər bir döyüşü duzdursa, həmin döyüşçünə yenə döyüşürsünüz və onu udana qədər döyüşürsünüz. Title Defense modu mən hələ oynamamışam. Tournament modunda belə deyim, bir liqadır. İki dənə tərəf olur. Red Blue və Red Blue. Belə deyim də, yəni elə bil ki 4'də 1, UFC'də 4'də 1 bir şey olur, 4'də 1'də. 2 dənə Red UFC 300 məsələn 59'da İslamla Charles oynayırsa, digər tərəfdə də məsələn Conor'la Xəbib oynayırsa, hansı iki cütün qalibi bir-biri ilə oynayır. Məsələn İslam Charles utsa, İslam və Xəbib də Conor utsa, Xəbiblə İslam oynayır və qazanan UFC kəmərini götürür. Belə bir tournament modu var. Ultimate Fights modda, daha doğrusu belə deyim də, yəni döyüşçülərlə ultimate edirsiniz. Kariyer modda isə dediyim kimi, kariyer modda basırsınız. Əgər bir karyeranız varsa oyuna devam edirsiniz. Yoxdursa, əgər karyeranız varsa və o karyeranı silmək istəyirsinizsə, orada gördüyünüz kariyer modaya daxil olub delete bölümündən silə bilərsiniz. Əgər karyera modunuz yoxdursa, yeni bir karyera modu buradan da aça bilərsiniz. Yəni yeni döyüşçünü buradan da yarada bilərsiniz. Bunu da deyim, bilin. Dostlar, yəni belə bir məlumat verdim. Gördüyünüz kimi tez bir şəkildə, az və öz şəkildə məlumat verdim. İndi isə sözü çox uzatmadan keçim mən oyuncunu seçim. Bu oyunda bütün sikletlər var. Ağır siklet, tüy siklet, orta siklet, hafif siklet, hamısı var. Mən isə ən xoşladığım siklet hafif sikletdir. Çünki burada oyunun ən güclüsü İslam Makhachev var. Conor var. Qasım Quseyn görürsünüz. Əslində mənim MMA rekordum 16'nın 4'dədir. Yəni gördüyünüz burada oyuncum var. Tatom belə var. İslam Makhachev var. Rafael Dos Anjos var. Ondan sonra Charles Oliveira var. Ilya Topuria, Max Holloway, Mateusz Gamrot, Justin Gate, Pencil Darius, Jalen Turner, ondan sonra Geoff Neal, Saint Denis, Armand Tsarukyan, Dustin Poirier, Tony Ferguson, Daniel Hooker, Bobby Green, Paddy Pimblett, Rafael Fiziev, Renato Madiciano və Efrain Escordo bu oyunda yer alır. Hətta Conor McGregor
Dustin Poirier'in belə deyim, üstsüz halı, Marco Raffi, Diego Lopez, Aleksandr Volkanovski, Charles Oliveira'nın diğer üst hissəsi, Paddy Pimblett, Sean O'Malley, İslam Makhachev. İslam Makhachev'in burada əsl gücü yoxdur və MMA rekordu o deyil. Gördüyünüz kimi eyniləri belə, baxım görüm eynidirmi? Bəli, eynidir. Sonra Arman Tsukyan, İlya Topuria və Qasim Augustin. Bunu mən özüm yaratmışam təbii ki də. O zaman dostlar, sözü çox uzatmayaq. Oyunun ən güclüsü ilə oynamayacağam. Oyunun ən güclüsü ilə oynayım sizə bir dənə oyunu izah eləmək üçün. X-lə dostlar təbii vurulur. Kvadratla yumruq, R kvadratla bakavoy, R üçbucaqla bakavoy. Bəzi karakterlər var ki, onun özəllikləri var. Məsəl üçün, bəzi karakterlərdə R üçbucağı basanda sönür, tərs yumruq vurur. Yumruq təpik, R yumruq başdan təpik, RX başdan təpik. Biri sağdan başdan vurur, biri soldan başdan vurur. Ona görə sadəcə kvadrat yumruq, sadəcə üçbucaq yumruq, sadəcə X təpik, sadəcə yumruq təpik. L bu analog çubuğu, bax bu görürsünüz, bax bunu tərpədirəm belə. O ilə ayağa girirsən. Все. Belə də izah elədim sizə. O zaman da sözü çox uzatmayayım. Keçim İslam Makhachev'lə oyna. Leader on. Ayda beginner seçdim. Beginner seçdim. Ya geri qayıt. İslamı seç. Leader on və advanced seçim yoxsa expert advanced seçirəm. Yəni zorluqdan bir qisim aşağı. Yəni abi İslam Makhachev'lə oynayırıq. Burada gördüyünüz kimi tam değil ama diğer İslam, bu İslam o birisi İslam'dan daha güçlüdür. Yani BC Pain İslam Makhachev'den daha güçlüdür. Bu da İslam'da ama adı BC Pain olarak gelir ve üzü tam yoktur. Eğer gedib siz İslam Makhachev adında olan üstsüz seçseniz İslam Makhachev'in əsl üzüyle oynayabilirsiniz. Bunu da dediniz ve o zaman sonra bakın bakın izleyin. Şu an qaqavuz nağaracaq. Gördüğünüz bir təpi 2 3 4 Dostlar gördüğünüz gibi yani bizi Poli Miller'in vakti edebilir mi? Abi ya bak yere aparsak bir de belki yani. Bak belə durğuzallar adam üstündən. Baby, birinci roundda rəqibimizi knockout elədik. Rəqibimizi knockout elədik dostlar. Və baxın, hər oyuncunun özünə uyğun seçim sevinci var. Hətta yəni kariyer modada belə bu sevinci eləyə bilirsiniz. İstədiyiniz sevinci eləyə bilirsiniz. Və burada gördüyünüz kimi biraz səs verək. Bax, biraz səs verək.
Qulaq asın. BJ Penn deyir, amma əslində İslam Makayevdir. Winner by knockout round 3 dəqiqə 32 saniyə round 1-də. İndi rəqibimizin hansı bölgələrində daha çox vurduğumuzu göstərəcək. O bizi 0% başımıza vurub. Yəni daha doğrusu vurub yox. Onu ümumiyyətlə vura bilməyib bizə. Yəni vurduqları belə təsir eləməyib. Baxın. Vurduqlarının mənə etdiyi təsirlər sağ tərəfdədir. Sağ tərəfdə blue corner player 1-də 0% başıma vurub, 0% bədənim, 0% qollarım, 0% və ayaqlarım. Mən onun sol ayağına 0%, sağ ayağına 1%, sağ qoluna 20%, sol qoluna 13%, gövdəsinə 11% və başına 97%'lik hasar vermişəm. Next-a baxırıq. Bir döyüş deydim və burada da yekunlaşdırım. Rəqibimiz Cole Uno. Yəni bu Dustin Poirier'dir. Bəli, Dustin Poirier'dir. Dustin Poirier'lə İslam Makayev oyunu. Bəli dostlar, burada Japon bayrağı var, amma əslində Dustin Poirier'dir. Neçə deyil. Eləməli ikinci rəqibimizi də. Bu arada dostlar, giriş ekranı falan hamısını startlamadan falan izləyib bilərsiniz. Çox maraqlı giriş ekranları var və knockout olur artıq. Baxın, burada gəldiniz, üstə çıxdınız. Yerdə vuranda heç vaxt erlərə... Knockout deyil, çünki təpi ilə vurdum. Knockout eləmədim yəni ki. Amma knockout elədim. Knockout elədim rəqibimi. İslam Makayevlə iki rəqibimi də knockout eləməyə bacardım dostlar. Gördüyünüz kimi belə davam edə bilərsiniz. Əgər yox, mən oyuna çıxmaq istəyirəm desəz, bir yerdə artıq yolunsaz. Baxın, yəni sadəcə birinci raundda 1 dəqiqə 31 saniyədə 11% qollarına, 1% gövdəsinə, 90% isə başına həsər vermişik. O isə bizim heç bir yerimizə həsər verə bilməyib. Gördünüz ki, yəni abi next artıq kəməri falan aldınız. Oynamaq istəmirsiniz? Neyinirsiniz? Gəlirsiniz burada, baxın altda görürsünüz. Bundan tərpədib Exitə vurursunuz. Aktif. Quit title mode. Yes. Çıxırsınız. Beləliklə də çıxa bilirsiniz. Və dostlar, söz artıq uzatmağın heç bir yeri yoxdur. Yəni əgər mən izah elədiyim kimi başa düşməsəniz, girib tutorialdan oyunu tam başa düşə bilərsiniz. Yəni tutorialdan girib sizə məşqləri, kvadratla, yumruğu, təpiyi falan hər şey orada öyrədəcək. Bu arada dili dəyişmək olmur, yəni problem olmur dili dəyişmək. Olsaydı çox gözəl olardı. Nəysə dostlar, sözü çox uzatmayayım. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Bu videoya en azından bir 20 like gəlsə, oyunun quraşdırılması və tutorialı gələcək. Sağ olun, özünüzə yaxşı baxın.